Qanlı qurban can verən, yəni canlıya həyat verindiyinə inanılan o heyvanın və insanın bədənindəki həmin o qanın bu və yaxud da o şəkildə insan üstünə, yəni ilahi gücə axıdılması, göndərilməsidir. Və yaxud da tranzit edilməsi belə deyək. O qanın axıdılaraq onun yolunda axıdılmasıdır. Qanın axıdılması qurbanın boğulması və kəsilməsi olduğu kimi qurbanın hər hansı bir orqanının da kəsilməsi ilə də həyata keçirilə bilər. Ancaq iləride də ətraflıca görəcəyik ki, qanlı qurbanın əsas mahiyyəti qanın axıdılmasından ziyadə ondan daha çox həyatına, yəni canlının həyatına son verməkdir. Bu qurbanlarda bəli, qanın axıdılması çox əhəmiyyətlidir. Amma bununla bərabər bəzən heç qan axıdılmadan da qurbanın əllə və yaxud da suda boğmaqla öldürülməsi də vardır. Boğma ilə yerinə yetirilən qurbanlarda heç vaxt qan axıdılmamışdır və axıdılmamış olmasına da baxmayaraq biz bu qurbanları da yenə də qanlı qurbanlar qrupunda dəyərləndiririk, ələ alırıq. Yenə də bəzi qurbanlarda isə qan axıdılmasına baxmayaraq həyata qəsd edilmədiyi üçün bədəl qurbanlar içərisində ələ alırıq ki, bu da qansız qurbanlara daxildir.